Kəmalə Günəşli və Belizar kimi tanınan bu iki şəxs cəmiyyəti, milli mənəvi dəyərləri, eləcə də etik qaydaları heçə sayaraq TikTok sosial şəbəkəsində əxlaqsızlığı yaymaqla məşğuldurlar. Gəlin videoya baxaq. Kemiş! Atışmamışa yapış ceyranım. Damcı yakışmamışa yapış ceyranım. Bu nə biabırçılıqdır. Əvvəl Kəmalə oxuduğu Atışmamışı kitab oxumaqla əlaqələndirirdi, elmə calayırdı. Budur sizin kitabınız və elminiz, Kəmalə xanım. Sözü qəsdən elə hecaya bölür ki, tərbiyəsiz söz meydana çıxır. Yəni, qadın cinsi orqanının adı. Əslində əməliyyat olunmuş arxası ilə gündəmə gələn birindən bundan başqa nəsə gözlənmək də olmur. Nəysə, Belizar adlı kişi və qadın olduğu bilinməyən biri məlum yapış deməsi və Kəmalənin gülərək, sevinərək reaksiya verməsi bir daha göstərir ki, əxlaqsızlığı hər yolla yayıb, cəmiyyətin etik səviyyəsini aşağı salıb, qızıq yaradaraq özünü gündəmdə belə yollarla saxlamaqda israrlıdır. Bu şəxslər haqqında ciddi ölçü götürülməli, sosial şəbəkələrdən, reklamlardan, cəmiyyətə təsir edəcək hər yerdən yığışdırıb qadağa tətbiq edilməlidir. Cəmiyyətə örnək fenomen şəxs kimi sırmasının qarşısı mütləq alınmalıdır. Azərbaycan qadını və Azərbaycan kişisi belə olmamalıdır. Bunlara baxılıb, bunları harasa çağırmaq, fenomen kimi göstərmək birbaşa milli mənəvi dəyərlərimizə, ailə dəyərlərimizə, dövlətimizə, cəmiyyətimizə balta vurmaq deməkdir. Əvvəllər adətən belə hallar olanda belə insanlardan hər kəs qaçardı. Amma təəssüflər olsun ki, indi insanlara qızıq yaradan, insanların söydüyü, pislədiyi insanları, bəzi dırnaq arası iş adamları onları götürür, reklam edir, restoranlara çağırır, fenomen şəxs kimi cəmiyyətimizin məhv olmasında böyük paya sahib olurlar. Əslində belə sahibkarlar, belə biznesmenlərin də qarşısı alınmalı, onlara cəza tətbiq edilməlidir. Əziz izləyicilərimiz, siz necə düşünürsünüz? Belə insanları nə etmək, başa qaldırmaq lazımdır, yoxsa